Salam uşaqlar, hər vaxtınız xeyir. Bu gün mən sizə İsmayıl Şıxlının Namərd Gülləsi hekayəsinin izahını verəcəm. Qısa bir hekayədir, həmçində çox maraqlı bir hekayədir. Elə adından da bəllidir ki, bu hekayənin məzmunu nədən danışacaqdır. Başlayıram indi, əsər üzərində oxuyacağam. Bilirsiniz ki, ədəbiyyatda cümlə və cümlə, vergülünə qədər, çox dəqiqliyinə qədər imtahanda suallar salırlar. Ona görə də əsərin xırdalıqlarının hamısını əsərin üzərində oxuduqca sizə qeyd edəcəm. Getdi. Niftalı çoxa atın örüşünü dəyişəndə bir istədi, yəhəri yüyəni də alsın, əvvəllər olduğu kimi arxın suyu ilə belinin tərini yılsın. Amma fikrini dəyişdi. Atı elə yəhərli, yüyənli örüklədi, həm də hörüyü biraz da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi, hava isti idi. Baxın uşaqlar, burada hansı fəsl idi havanın isti olması? Biz hansı obrazla tanış olduq? Niftalı çoxa ilə. At qantar içində idi, amma əlacı yox idi. O əvvəllər atın hara gəldi hörüklər, örüşünü də tez dəyişərdi. Qoymazdı ki, tərləsin. Deyil, yəni atın örüşünü tez dəyişərdi ki, atı tərləməyə belə qoymazdı. Və Niftalı çoxanın vəzifəsi də, elə Niftalının da vəzifəsi çoxalıq idi. Yəhərini götürərdi ki, at nəfəsini dərsin. İstəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın. İstəyəndə muxu qopardıb ilxiya cumsun. Qaynar gözlü kəhərin işıldayan dərisinə, səyriyən sağrısına, qız teli kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox vaxt atı yalmanlayıb belinə qalxar, birbaş kürə sürüb çimizdirər. Çox vaxt da yalına yatıb o özünü adlayardı. O vaxt özünün də, atının da qorxusu, hürküsü yox idi. Yəni Niftalı çoxa əvvəllər qorxusuz biri idi. Nə atı qorxurdu, nə də özünün qorxusu, hürküsü yox idi. Amma Niftalı çoxanın uşaqlar indi bir qorxusu var idi. Bəs o qorxu nə idi? İndi biz əsəri oxuduqca Niftalı çoxanın həmin qorxusunu öyrənəcəyik ki, o nədən qorxurdu. Yəni həmçinin o vaxt cavan idi, həm də ki, bax görürsüz nöqtə qoyulubdu. Bu nöqtələrlə fikrini tamamlamayıb. Həm də ki, nə var idi? Mən indi bunu deyim sizə. Deməli, bunun Kərəm adlı bir dostu var idi. Bunlar uşaqlıqdan bir böyüyüb və yaxın dostu, yoldaşı idilər. Lakin bu çoxu olandan sonra bir növ bunun dostu Kərəm quldurçuluqla məşğul idi, amma yaxşı mənada da yaxşıların haqqını tələb eləyirdi, mərd bir insan idi. Amma Niftalı çoxu olandan sonra bir növ ədaləti bərpa eləyirdi, o quldurçuluğa icazə vermirdi. Buna görə də dostu ilə arası dəymişdi. Məhz Niftalı çoxanda qorxusu o idi. Çünki onun dostu ilə arası dəymişdi. Amma indi illah da çoxalığa keçəndən sonra sək-səkəli yaşayırdı. Bax, burada görürsünüz, uşaqlar özü deyir ki, onun qorxuya içində yaşamasına səbəb çoxalığa keçməsi idi. O astaca addımlarla dikdirə çıxdı, arxın üstündən adlayıb ağacların kölgəsində dayandı. Gözünü üfüqlərə qədər uzanıb gedən taxıl zəmilərinə zillədi. Astaca meh əsirdi, qara qılçıq sümbüllər xışıldayırdı. Otları çoxdan saralıb, solmuş, dərəli, təpəli, bu boz çöllər ortasında qoşalaşan qovaq ağaclarının yarpaqları da xışıldayırdı. Bax, uşaqlar, burada təbiət təsviri var. Deyir ki, məsələn, burada sümbüllərin xışıldamasını veribdi. Daha sonra boz çöllərin təsvirini burada yaradıbdı İsmayıl Şıxlı və ağacların yarpaqlarının necə xışıldaması və yəni burada təbiət surətinə də yer verilibdi. Hansı rəhmətliyin isə savab üçün əkdiyi bu ağacların dibindən axan arxın suyu da qırçınlanıb şırlayırdı. Niftalı çoxa kölgəyə atılmış palaza, döşətçə və mütəkkəyə baxdı. O həmişə biçinçilərə baş çəkməyə gələndə burada uzanıb dincələrdi. Baxın, Niftalı çoxa kölgəyə atılmış deyib palaza, döşəkçiyə və mütəkkəyə baxdı. Deməli, onun bura gəlməsinə səbəb nə idi? Əvvəllər bura nə üçün gələrdi? Biçincilərə baş çəkmək üçün gələrdi. Və burada deyir, uzanıb dincələrdi elə. İndi də həmişəki kimi elə yarlı yaraqlı palazın üstünə deyir, keçib mütəkkəyə dirsəklənmək istədi. Bax, görürsünüz, yarlı yaraqlı dirsəkləndi. Niyə o bəs silahını, hər şeyini qoyub da rahat yatmadı? Çünki onun qorxusu var idi. İstər ki, isti tənsə də nə çəkmələrini soyunsun, nə də tüfənginin qoltuqalası çıxarıb yanına qoysun. Amma gördü ki, mümkün deyil. Tər yuyub aparır. Yəni, onu qoysa, qoymalıydı da, çünki isti idi. Hava o qədər isti idi ki, ayaqqabılar da onu pişirirdi. Bir tüfəngi də almışdı qucağına, yatırdı, qorxusu vardı. Bir də kimdən qorxacaqdı? Və burada bir də kimdən qorxacaqdı? Sual. Deyir, Kərəm. Yəqin ki, bu saat Dilican tərəfindədir. Yəni, özü-özünə sual verir ki, kimdən qorxacaqdı? Kərəm deyir ki, yəqin bu saat Dilican tərəfində olar.
Dilican da burada yer adıdır. Deyir Kərəm yəqin Dilican tərəfindədir. Yayın istisində buralarda olmazdı. Olsa da qorxusu yoxdur. Kərəm heç vaxt Əliyalın adama güllə atmazdı. Və bir növ biz buradan artıq Kərəm haqqında məlumatı öyrənirik ki, Kərəm Əliyalın adama güllə atmaması onun mərd biri olmasını göstərirdi. Davam edək uşaqlar. Kənddən qaçandan sonra buralarda çolda, çosta dolaşardı. Bax, deyir, yəni Kərəm kənddən qaçandan sonra bir növ qaçaqçılıqla məşğul olardı. Tüfəngini ağaca söykədi, çəkmələrini soyundu, yaxası qaytanlı köynəyin düymələrini boşaltdı və palazın üstündə uzanıb mütəkkəyə dirsəkləndi. Uşaqlar, burada görürsünüz, artıq burada Niftalı rahatlanır. Bax, bu fikri deyəndən sonra ki, o mərd adamdır, yəni Əliyalın adama güllə atmaz. Ondan sonra çəkmələrini soyundu, yaxasının qaytanlı köynəyinin düymələrini boşaltdı və mütəkkəyə dirsəkləndi. Cib dəsmallarının uclarını düyünləyib başlarına keçirmiş biçincilərin oraqları cincildəyirdi. Bu cinciltilər kövşənəklərin xışıltısına qarışmışdı. Biçincilər tələsirdilər. Bax, burada biçincilərin də təsvirini veribdi. Onlar da istəyirdilər ki, işlərini tezcə qutarıb, aldıqları haqqı ilə buradaca aranda, xırmanda döyüb, taxıllarını yaylağa, balalarını aparsınlar. Elə Niftalı çoxa da tələsirdi. El çoxdan yaylağa qalmışdı. Deməli, Niftalı çoxanın tələsməsinə səbəb oydu ki, elin yaylağa qalmışdı. Amma o köçünü hələ də saxlamışdı. Çünki yaylağa getməmişdi. Sözün düzü, kənddə tək qalmaqdan da ehtiyatlanırdı. Niftalın bir növ ürəyində o qorxu hələ də yaşayır. Elə biri gəlmə mürşid. Onun nəslinin haradan olduğu kənddən heç kəs bilmirdi. Görürsünüz, ümumiyyətlə, İsmail Şıxlının yazdığı hekayələrdə bir mövzudan danışır, orada dayanır, yeni bir mövzu açılır. İndi də burada biz yeni bir obrazla tanış olduq. Bu mürşid obrazı. Bəs mürşid kim idi? Mürşid deməli uşaqlar, Niftalı balaca olanda, hətta bunun atası belə yaşayırdı. Mürşid bir gün bunlara gəlir, atası mürşidə sahib çıxır, onun üçün hətta heyvan verirlər, torpaq sahəsi verirlər, onu evləndirirlər, amma mürşid namərd adamdır. Deyə bilərik ki, biz bu əsərdə Kərəmlə mürşid qarşı-qarşıya qoyulmuş obrazlardır. Biri mərdliyi təmsil etdiyi halda, mürşid isə namərdliyi təmsil edən bir obraz idi. Halbuki Niftalı qorxusu elə Kərəmdən idi, amma Kərəmin nə qədər də mərd biri olduğunu da çox yaxşı bilirdi. Burada deyir ki, mürşid, yəni onun əslinin, nəslinin harada olduğunu kənddə heç kim bilmirdi. Bircə o məlum idi ki, çoxdan, lap çoxdan Niftalıcının doqqazında, doqqaz bilirik də, köhnəlmiş sözdür, küçə qapısı. Üstbaşı yamaqlı, acından hülquma qalxıb enən məlul müşkül baxışlı bir oğlan boynunu büküb dayanmışdı. Əlində əssa, çiynində nimda şeybə, başında tükü tökülmüş papak var idi. Baxın uşaqlar, deməli mürşidin bura əvvəllər gəlmişdi və onun əvvəl gələndə, yəni yazısı onun necə geyimini bir növ təsvir edibdi, onun portretini yaradıbdı. Nimda şeybə, başında tükü tökülmüş babaq. Məsələn, necə ki biz Rəsul Ruzada Qızılgül olmayaydı poemasında Dilbərin görünüşünün təsvirini vermişdi. Baxın, burada da mürşidin təsviri var. Soyuqdan üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı. Gözü batmış quyunun dibindəki su kimi güclə işıldayırdı. Səsküyə bayıra çıxdılar, itlərə acıqlandılar. Abala, kimsən? Deyə doqqazdakını səslədilər. Niftalının atası kürkünü çiynə saldı. Oğlu ilə bərabər doqquza çıxdı. Hardansa azıb gəlmiş bu Allah bəndəsinə diqqətlə baxdı. Baxın, birinci Niftalın atası soruşmur kimsən. Birinci kənddəkilər, yəni doqqazın qabağına gələnlər deyir ki, bəs sən kimsən, burada nə qarşı? Sonra Niftalı çoxa gəlir. Birinci Niftalı çoxanın, yəni atası da diqqətlə ona baxır, süzür və sonra ona baxandan sonra anlayır ki, o bura adamına oxşamır. Son vaxtlar belələrinə tez-tez rast gəlirdi. Deyə belələri bura tez-tez gəlirdi və belə gəlmələrinin iki səbəbi var idi. Ya düşmənlərindən qaçırdılar, ya düşmənlərini deyir öldürürdülər. Öldürəndən sonra baş alıb buralara pənah gətirirlər ki, yəni canlarını qurtarsınlar. Ya da bir parça çörək üçün bura gəlirdilər. Kişi oğlanı təpədən dırnağa diqqətlə süzdü. Yox, bu adam öldürüb deyə qaçana oxşamır deyə ürəyindən keçirdi. Yəqin başqa əmması var. Əmma yəni bir sir də. Əslində baxsan kişinin oğlanın çuxura düşmüş gözlərindən xoşu gəlməmişdi, şübhələnmişdi. Elə bil qərib bunu hiss etdi. Qışın cirhəcirində qapıdan geri qaytarılacağını başa düşdü və səsinə yazıqlıq verdi. Bax, burada mürşidin hiyləgərliyini görürük.
Qaçqınam, ay dayı, heç kimim yoxdur. Deməli, özünü adlandırır qaçqın. Kişi oğlunun üzünə baxdı. Niftalı isə gözünü qaçqının yırtıq çardağından çıxmış. Buranı sənə kim nişan veribdi? Niftalı soruşur. Heç kim. Yolu əlimə alıb gəlmişəm. Qapınıza pənah gətirmişəm. Baxın uşaqlar, Niftalı soruşur, buranı kim sənə verdi? Deyir ki, heç kim. Heç kim mənə buranı göstərməyib, özüm gəlmişəm. Ata oğluna baxdı, oğul da ataya. Adın nədir? Mürşid. Düzmü deyirdi? Allah bilir. Kağızı yox, şahidi yox. Gəlmə adam idi. Elə o gündən onu kənd arasında adına Gəlmə Mürşid dedilər. Deməli ona ləqəb qoşurlar. Gəlmə Mürşid. Əvvəlcə mala baxdı. Bax onun vəzifələri oldu. Əvvəlcə mala baxdı. Sonra əkin biçinə getdi. Niftalı ilə dostlaşdı. Lap qardaş oldular. Atası öləndən sonra Niftalı ona torpaq da verdi. Bax, Niftalının atası vermədi. Ona torpağı verən kim oldu? Elə məhz Niftalının özü oldu. Burada biz Niftalının necə ürəyi açıq biri olduğunu da görürük ki, köməkləşib balaca bir daxma da tikdilər. Yəni ona hətta ev tikdi. Malqaradan da pay ayırdı. Bir at da bağışladı. Bax, malqara, at. Qohum qızlarından, bax, Niftalı öz qohum qızlarından birini alıb onu ev-eşik elədi, yəni ailə qurdurdu. Gəlmə Mürşid diribaş idi. Əlinə maya salandan sonra, deməli, o diribaşlığından Tiflisə, Gəncə yayğası, get-gedə pula pul demirdi də. Dolanışıq da yaxşılaşdı, özü də cümrahlaşdı. Bəs pul qazandan sonra, deməli, Mürşid qudurmağa başladı. Niftalı bir gün eşitdi ki, Mürşid arvadını incidir. Gedirdi, gəzirdi, gəlirdi, arvadını döyürdü. Həm də Niftalın, axı bunun arvadı Niftalın qohumuydu. Həftələrlə evə gəlmir, şəhərdə kefdə damaqdadır. Uşaqlarına da baxmır. Ürəyi götürmədi. Yanına çağırdı, 2-3 gün gözlədi. Amma Mürşiddən cavab çıxmadı. Bir gün yoldan Mürşidlə qabaqlaşır. Mürşidə deyir ki, gəl danışaq. Mürşid buna cavab vermir və yolda qabaqlaşırlar. Niyə görünmürsən? Nə olub? Görünməyin vacibdir. Bəlkə bir sözün var. Sənin mənə nə sözün ola bilər? Nə yekə-yekə danışırsan? Mürşid yəni yekə-yekə danışmağa başlayır. Danışmayanda susmayacağam ki, görürsüz cavabları yekəxana cavablar verir. Atlar yüyəni gəmiri fınxırtıcılar. Döş-döşə gəlib dal ayaqları üstünə fırlandılar. Yolun tozu göyə qalxdı. Deyəsən gözün ayağının altını seçmir. Nə tez havalandın bala? Doğrudan elədi də, insan yediyi qapını unutmamalıdır. Bir növ Mürşid ona pislik eləyir. İndi əsərin sonunda görəcəksiniz ki, Mürşid necə bir namərdlik elədi Niftalı çoxaya. Artıq əskik danışma, sözünü de. Niftalı kişi hirsini zorla boğdu. Bir də eşitsəm ki, arvad uşağa əl qaldırıbsan, özündən küs. Qələt eləyərsən, keçmişini də yanına alarsan. Mürşid də ona belə cavab verir. Gəlmə köpəyoğlu, mənə cavab qaytarsan. Gəlmə köpəyoğlu dedi axı, o gəlmə idi bura. Qamçını göydə şaqqıldatmağı ilə Mürşidin atın dırnağının dibinə düşməyi bir oldu. Deməli, o qamçını qaldırdı. Artıq o sözdən sonra Mürşidi yerə yıxdı atdan. Niftalı çoxu elə yəhərin üstünə onu budarladı. At da sahibi kimi qəzəblənib onu tapdaladı. Çoxanın hirsi soymadı. Sıçrayıb yəhərdən düşdü. Toz torpaq içində qıvrılan gəlməni yaxasından tutub yoldan kənara sürüdü. Xəncər havada parıldadı. Qələt eləmişəm, keçmişimlə, ay Niftalı, məni öldürmə. Elə burada da onu görürük ki, nə qədər əclaf biri idi ki, sonradan üzr istəyir. Yəni, dediyin arxasında bir növ durmurdu. Sən dədənin coru, məni çevir uşaqlarının başına, savab iş görərsən. Çoxanın qolu boşaldı, Mürşidin qoyununun dibində işıldayan suya bənzər gözlərinə nifrətlə baxdı və yaxasını buraxdı. Digət, qurban ol evdəkilərə. Yəni, Niftalı onu evdəkilərə görə buraxır. Mürşid dinməz söyləməz ayağa durdu. Üstünün tozunu çırpdı. Elə dinməzsə yəhərin qarşısında yapışıb atın belinə qalxdı. Bir xeyli sakitcə kəndə doğru sürdü. Bax, sürməyə başlayır. Sürəndən sonra görür ki, o uzaqlaşdı. Arxaya baxır, deyir ki, yaxşı, çoxa, bu hayfı səndən almasam, kişi deyiləm. Yəni deyir, bilir ki, Niftalı artıq neynəsə də ona çata bilməyəcək də. Çox atı minib tüfəngi hərləyinəcən Mürşid tozu yolda gözdən itdi də, qaçdı tez. Səhərisi də eşitdi ki, başını götürüb evdən qaçıb. Artıq Mürşid evdən qaçır. Ailəsini də qoyur, gedir. Niftalı çoxalığa keçəndən sonra istəsə də, istəməsə də xətrə dəyməli olurdu. Doğrudan elədi də. Düşünün, bir sənin dostun var. Həmin dostunla bir yerdə, eyni yerdə işləyirsən. O sənə əmir verəndə həmin iş yerində sənin xətrivə deyəcək ki, buna bax, mənim yaxın dostumdur, mənə qadağalar qoyur. Amma el olmalıdır da, yəni qayda qanun olmasa iş getməz və Niftalı çoxanda bu cür hərəkətləri xətrə dəyirdi. Divandərədən nə qədər uzaq gəzsə də onların gözünə sataşmamağa çalışsa da olmurdu. Axtarıb tapır, üzünü danlayırdılar. Filan oğrunu niyə tutmamısan? Filan qaçağa niyə çörək veriblər? Niyə qoyubsan qaçaq Kərəm kürdən keçib yaylağa qalxıb?
Dedi axı Niftalı çoxa bir növ, yəni oğru onun tanışı idi deyə göz yumurdu, qaçaq onun tanışı idi deyə göz yumurdu. Amma Divandərə də bunu biləndən sonra nə edirdi? Niftalının üzünü danlayırdılar. Deməyə nə var, amma belə şeylərdən ötürü elova ilə üzgöz ol. Görüm necə olursan. Bax, burada Niftalın özü deyir. Danlamağa nə var ki? Danlamaq rahatdır, amma üzgöz olmaq çətindir axı. Vəzifə boyunduruq kimi bir şeydir. Bax, bu hissəni yadda saxlayın. Bu imtahana düşən bir sözdür. Vəzifə boyunduruq kimi bir şeydir. Elə ki, boynuna qoydular, belinə minib istədikləri səmtə sürəcəklər. Bax, bunu Niftalı çoxa deyirdi ki, vəzifə boyunduruq bir şeydir. Sən yəni boynuna bir vəzifəni qoyandan sonra sürürlər. Ya gərək dözəsən, ya da gərək onları özünlə bərabər sürüb boyunduruqlu tökəsən kürə. Havadan od ələnirdi. Köfşənliklərdən qalxan ilğam, təndir alovu kimi havanın yaylayan boz təpələri aşıb kəndin üstünə yayılırdı. Oradan suyu işıldayan kürün üstündən keçib Qarayazı meşəsinin ağaclarını qasırırdı. Niftalı çoxanın kölgəsində uzandığı ağacların gövdəsində yapışmış cırcıranlar səs-səsə verib elə cırlayırdılar ki, adam qulağını tutmalı olurdu. Görürsüz, ikinci dəfə təbiətin təsvirini burada verir. Niftalı çoxa isti, üstəlik də cırcıranmanın səsi təntirmişdi. Ayaqlarını suya salıb sərinləmək və sinəsinin başını yuyub biraz dincəlmək istədi. Ayağa durdu. Başını yuyub biraz dincəlmək istədi. Ayağa durdu. Köynəyini soyundu. Arxa yaxınlaşıb oturdu. Əlini suya uzatdı. Kür tərəfdən uzanıb qəbirstanlığın yanında dikdirə qalxan tozlu, torpaqlı yolla gələn atlıları görmədi. Deməli, bura atlılar gəlirdi, amma Niftalı bunu görmür. Cırcıramaların səsi qulağına düşdüyündən atların fınxırsını, üzəncilərinin cinciltisini, ayaq tapıltılarını eşitmədi. Bircə onu hiss etdi ki, güllə açıldı. Kürəyi qovuşdu. Deməli, uşaqlar, burada Niftalıya kimsə arxadan bir zərbə vurdu. Əlini sudan çəkib qamətini düzəltdi. Qanrılıb dala baxdı. Gördü ki, atlılardan biri yüyəni çəkib atı şaha qaldırdı. Gölə dönüb kiminsə üstünə qışqırdı, qamçı şaqqıldadı. Deməli, kimsə Niftalın arxasından vurur. Və beləliklə Niftalı gördü ki, atlılardan biri atı şaha qaldırdı. Geri dönüb kiminsə üstünə qışqırdı. Atlılardan birinin qışqırtı səsini də eşitdi. Namərd köpək oğlu. Bunu Niftalı demir, atlılardan biri deyir. Deməli, bu hissənin izahını sizə verim mən. Deməli, deyirik, Niftalı yenə gedir, uzanır orada. Havadan od ələnirdi, isti bir havada. Suyun işıldayan kürün üstündən keçib Qarayaz meşəsinin ağaclarını qasıraydı. Bu görürsünüz, burada təbiət təsviri var. Niftalı orada uzananda onun arxadan biri güllə açır. Bu gülləni açan kim idi? Mürşid idi. Mürşid deməli dedi, yaxı kənddən uzaqlaşır, bir də gəlmir. Mürşid gedib Kərəmin dəstəsinə qoşulur. Kərəm də Niftalının köhnə dostuydu. Kərəm bilmirdi Mürşid namərddir. Mürşidin namərd biri olduğunu bilsəydi, heç onu öz dəstəsinə almazdı. Deməli, Mürşid Kərəmdən xəbərsiz Niftalını vurur. Niftalını vuranda, bax, bu atını qaldıran və qışqıran Kərəm olur ki, namərd köpək oğlu, sən neynədin? Yəni, arxadan vurdu. Kərəm nə olur olsun, bu heç vaxt namərd biri deyildi. Arxadan vurmaq bunun təbiətinə yadı idi. Daha heç nə eşitmədi. Yəni, bir dənə Niftalının eşitdiyi bu oldu. Köfnələrin xışıltısı, yarpaqların pıçıltısı, arxın şırıltısı, cırcıralmanın səsi birdən-birə zəiflədi. Qan gedirdi Niftaldan. Uzaqlaşdı, eşidilməz oldu. Havanı qarsılğayan ilğim elə bir qor kimi gözünə doldu. Bəbəşlərinin önündə dalğalandı və dumana çevrildi. Hər şey bu dumana büründü. Kərəm atdan sıçrayıb özünü ağacın altına yetirdi və Niftalı çoxanın başını dizinin üstünə aldı. Güllə kürəyindən dəyib sinəsindən çıxmışdı. Az qaldı uşaqlar, biraz da dözün, çox xahiş edirəm. Gözləri qapalı idi. Təkcə dodaqlarının xəfif titrəyişindən bilinirdi ki, hələ də nəfəsi var. Kərəm aralarına qan düşüb düşmənçilik başlayandan bəri onu belə yaxından görməmişdi. Burada deyir ki, Kərəm qaçır, Niftalını alır qolları arasına. Amma deyir ki, onlar düşmən olandan bəri hələ bunu yaxından görməmişdi. Kişi xeyli dəyişmiş, balaca buxaq bağlamış, sifəti qaralmış, qalın bığı azca codlaşmış, gicgahları da ağarmışdı. Gözlərinin ətrafında xırdacı qırışlar əmələ gəlmiş. Kərəm hiss elədi ki, Niftalı çoxanı qan aparır. Təntidi. Əlini atıb köynəyin yaxasını açdı və bilmədi kişiyə necə kömək eləsin. Elə bil bunu Niftalı çoxa da hiss edirdi ki, Kərəm ona kömək edir. Qımıldandı, göz qapaqlarını araladı. Zənlə Kərəmin üzünə baxdı. Torlanmış bəbəşləri lal sular kimi durğunlaşdı və birdən-birə genişləndi. Kərəm hiss etdi ki, çoxanın bədəni titrəyib dartınır. Elə bil kişinin canına üşütmə keçdi. Onun da bədəni gizlədi.
sarsıtdırdı, qəhərlənirdi. İndi mən nə eləyim ay Niftalı? Gəncəyə gedə bilmərəm. Tiflisdə də əlim çatmaz. Sənin dərdinə nə çarə qalım? Bax bunu Kərəm deyir. Deyir mən Gəncəyə gedə bilmərəm. Tiflisdə də ki əlim çatmır. Nə edim? Kişi səsi eşidib əvvəlcə diksindi, sonra dirçəldi. Başını azacıq qaldırıb bulanıq gözlərinin qarşısındakını üzünü zillədi. Deyəsən kimin dizinin üstündə olduğunu başa düşdü. Əvvəlcə həyəcanlandı. Kərəm onun gözlərindəki işartının səyirdiyini hiss etdi. Ölməz də olan çıraq təki atılıb düşən bu həyat işartılarının titrədiyi kimi də birdən-birə sakitləşdi. Dodaqları tərpəndi. Kərəm, deyən Kərəm sənsən? Düz tanımısan, Niftalı mənəm. Lap yaxşı, sən olmağın yaxşıdır. Niftalı burada sən olmağın yaxşıdır deməkdə nəyi nəzərdə tuturdu? Niftalı ilk zənn eləyir ki, onu vuran Kərəmdir. Buna görə də Niftalı sevinir Kərəmi görəndə. Deyir, yəni məni vuran mərd biri oldu da. Mən qorxurdum ki, məni vuran namərd biri olar. Yəni ona görə. Bu söz Kərəmi sarsıtdı. Elə bil dizinin üstünə can verən qanlı düşmən yox, əziz bir adam idi. Elə bil bu adam həmişə dağda dərədə onun izinə düşən, onun qanına susayan, fürsət tapan kimi ələ verməyə hazır olan adam deyildi. Yəni Kərəm artıq onunla olan düşmənçiliyini sanki unudurdu. Düşmənçilikdən çox-çox əvvəl bir yerdə oynadıkları, çürü üzüb qara yazıya keçdikləri, Babroyerlərin adı Qarayazı idi. Keçdikləri atları yaymayıb kənd arası ilə çapdıqları deməli uşaqlıq dostu, uşaqlıq sirdaşı idi. İndi isə bir-birlərinin üzünə həsrət qalmışdılar. Yaraqlı yasaqlı idilər. O Kərəmə yaxın düşə bilmirdi, Kərəm də ona. Kərəm tüfəngi götürüb dağlara, daşlara düşmüşdü. At belində ömür keçirirdi. Başının dəstəsi ilə Tiflisdən vurub Gəncədən Dilcan dərəsinə haqq ədalət divanı qururdu. Bax, bu oydu, haqq ədalət. Ərazi keçir, sonra İrəvandan gəlirdi, gah İrandan. Niftal çoxu isə deyir öz evində, qohum qardaşının ahadəsində səksək içində yaşayırdı, yəni qorxu. Çoxu olandan sonra dəyişmişdi. Kərəm ona bir neçə dəfə ismac eləmişdi ki, kənd adamlarına dəyib dolaşmasın. Amma xeyri olmamışdı. Niftalı yenə də kənd adamlarına dəyib dolaşırdı. Çünki vəzifə elə bir şeydir də, vəzifədə layiqincə yerinə yetirməlisən. Dəstədən təzə adam varmı? Niftalı bunu soruşur. Dəstəndə təzə adam var. Kərəm güclə eşitdiyi bu sözdən cavabını xeyli ləngitdi. Var. Deyir, kimdir ki? Deyir, Mürşid. O gəda mı? Tanıyır da deyən, gədə mi? Bu söz Kərəmin ortasında beş açılan gülləsi kimi keçdi. Kərəm yəni eşidəndə bax o gədə mi deyir? Kərəm buna o qədər sarsılır ki, artıq burada anlayır ki, o namərddir. Deyir, yəni mənim kimi mərd bir adamın qrupunda o namərdin nə işi var? Deyir, yəni onun adını eşidəndə beş açılan güllə kimi onunla keçdi. Elə bil gözündən qaranlıq çökdü, yaralandı, yaman yaralandı. Mənə pənah gətirdi, neyləyim? Kərəm deyir, bizə pənah gətirmişdi, axırını da gördün. Bunu deyir də, Kərəmə deyir ki, axırını gördüm, bizə də pənah gətirmişdi. Biz də əl tutmuşduq ona. Kişi inildədi. Kərəm elə gəldi ki, onu incidən yaranın ağrısı deyil, əməyin zənninin itməsinin ağrısıdır. Yəni Kərəm bilirdi ki, onu Mürşidin elədikləri onu ağrıdır. Niftalı Çoxanın sifətini soyun tər bastı, üz gözünü qarışdırdı. Sonra bağrı israfların əvəzinə çöhrəsində təbəssümə bənzər bir ifadə sezildi. İndi arxayın ola bilərəm. Şükür Allaha, zənnim puça çıxdı. Yoxsa o dünyada niskillik edəcəkdim. Çox şükür Kərəm, gözümdən düşmədim. Başımı birazca yuxarı qaldır. Kərəm onun qoltuğunun altından tutub dizlərini dirsəkləşdirdi. Kişi ağrını unudub sakitləşdi. Sifətindən quş qəfəsinə bənzər xəfif bir diriliş işığı ötdü. Uzaqlara baxdı. Kərəm hiss etdi onun torlanmaqda olan gözü Kürün o üzünə, Ceyran çöl düzənliyindən sürüşüb sahil boyu uzanan qara yazıya, biraz bərkidəki kənd evlərinə, biçənəklərə, kövşənəklərə, dərs taylarına, mal-qara heylayan uşaqlara zilləndi. Biçənəklər yerlərdə quruyub qalmışdı. Yenə mehəsir, yenə taxıl zəmiləri xışıllayır, yenə arxın suyu qırçınlanıb axır, yenə cırcıramaların zil səsi zırlayırdı. Niftalı Çoxanın gözünün önündə təndir istisinə bənzər dalğa-dalğa ilğım keçirdi. Ancaq o ayırd edə bilmirdi ki, gözünü torlanır, yoxsa ilğımı keçir. Yəni o İlğımı gördü, amma bilmirdi o gözü torlan yoxsa ilğımda. Birdən dirçəlib üzünü ətrafdakı atlılara çevirdi. Baxışları ilə Kərəmin yoldaşlarını bir-bir süzdü. Gözü mürküdə sataşdı. Yay kimi dartınıb gərildi. Kərəm gördü ki, kişinin halı birdən-birə dəyişdi. Yanaqlarına elə bir qızartı çökdü. Bu qızartı son döyünlərində keçirən ürəyinin damarlarını vurduğu axırıncı qan damarlarının qızartısı idi. Kişinin öləziməkdə olan gözləri Kərəmin üzünə zilləndi. Kərəm bircə diləyim var. Kərəmdən baxın son ölümdə, yəni son nəfəsində diləyir. Yəni bir arzusunu dilə gətirir. Kərəm deyir, bəli, arzum nədir?
Deyir, naqqanı çıxart, məni alnımdan özün vur. Bax bunu niyə deyir? Deyir, yəni mən sənin əlindən, mərd birinin əlindən ölmək istəyirəm. Mən öləndən sonra deməsinlər ki, Niftalını namərd biri öldürdü. Qoy desinlər Niftalı çoxanı qaçaq Kərəm öldürüb. Kişini kişi öldürər. Qardaş, gədə-güdə yox, əlim qalxmaz. Kərəm də buna razı olmur. Kişinin sinəsi qalxdı, asta-asta indi. Kərəm qəhərləndi. Boğazına yığılmış yaşı güclü oldu. Gözləri ilə axıdıb mürşüdü tapdı, əlləri əsdi. İstədi deyir tüfəngi götürüb, pərləyib elə burdaca tülkü kimi büzülmüş namərdin qanına bulasın. Kərəm istəyir onu öldürməyi, amma fikrini dəyişdi. Deyir onsuz da Niftalının deyə böyük qohumları var. Onsuz da mürşüdü sağ buraxmayacaqlar. Bir də əlini murdarlamaq istəmədi. Onu tüfəngini də, atını da əlindən alın. Qoyun rədd olsun. Deməli o mürşidə atını və tüfəngini əlindən almaqla cəzanı verir. Özünüz də atdan düşün. Tüfənginizi yəhərin qarşısından asın. Bizi gülləyə də bassalar əl-ayaq tərpətməyin. Kəndə gedəcəyik. Deməli baxın. Niftalını artıq kəndə aparacaqdılar. Deyir, güllələrinizi qoyun yerə. Bir yerdə artıq biz hamımız kəndə gedəcəyik. Kənd əhli bunları sevmir daxı. Deyir, yəni kənd əhli bizi gülləyə də bassalar heç nə etməyəsiniz. Kəndə gedəcəyik. Kərəm qərarını almışdı. Niftalı çoxanın meyidini kəndə özü aparacaqdı. Kişinin əlləri üstünə alacaqdı. Atı arxasınca gələcəkdi. Qaçaqlar da atların yüyənlərini boynuna atıb cənazənin ardınca dinməz, söyləməz addımlayacaqdı. O bilirdi ki, bu ağır işdir. Kənd adamları onların qabaqlarına deyir çıxacaq. Arvad uşaq hay-haray salıb üz gözünü